من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر سلام هي حتى مطلع الفجر صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين آمين يا رب العالمين بسم الله الرحمن الرحيم اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات ولا سيما الرحوم محمد وعلى بحرمة السورة المباركة الفاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد Allahümme salli ala Muhammedin ve al Muhammed. Buyurur ki məclislərin şahı Qur'andır. İnşallah məclisimizi Qur'an-ı Kərim ayələrini açdıq. Allah ali dərəcədə qəbul etsin. İnşallah oxunan bu ayələrin savabını Allahın lütfü ilə cəmi Kərbəla şəhidləri, Azərbaycan şəhidləri, xüsusən 1-ci Qarabağ, 2-ci Qarabağda döyüşüb həlak olan qardaşlarımızın, soydaşlarımızın, şəhid olan əzizlərimizin ruhları üçün, o cümlədən canlı yayımda bizi hal-hazırda izləyən bütün qardaş bacılarımızın dünyadan, yaxınlarından, əzizlərindən köçənlər varsa, onların ruhlarının şad olması üçün əta eləyir. Allah hər birinə qəni-qəni rəhmət eləsin inşallah. Amin ya Rəbbəl aləmin. Bildiyimiz kimi bugün Ramazan ayının 18-dən 19-una keçən gecədir. Yəni, birinci Qədir gecəsi deyərlər, birinci Əhya gecəsi deyərlər. Ümumiyyətlə, Əhya ərəb dilində oyaq qalmaq mənasındadır. Əhya, yəni insan gecə oyaq qalsa, istənilən ayda, istənilən gündə gecə oyaq qalsa, ibadətlə məşğul olsa, ona deyərlər Əhya gecəsi. Yəni, oyaq qalmaq, ibadət və itaətlə məşğul olmaq gecəsidir. Bu gecə Allaha daha yaxın olmaq gecəmizdir. Biz bəlkə də adi günlərdə o qədər diqqət eləmirik, o qədər də fərqinə var, Kəşqədə gecəsi, oyaq qalmaq nədir və s. bu kimi. Amma bu gecə məxsusi gecələrdəndir. Bu gecə Allah rəhmətinin daha geniş olduğu gecədir. Allah rəhmətinin daha böyük olduğu gecədir. Ki Allah rəhməti zaten hər zaman var. Amma məxsusi gecələr var ki, məxsusi günlər var ki, Quranda da Allah buyurur ki, mənim günlərimi xatırlayın. Əlbəttə, bütün günlər Allahın günləridir. Amma o günlərdə ki, Allah daha çox xatırlanır, daha çox yad olunur. Bax, həmin günlər Allahın günləri sayılması mənası budur. Yəni, məni daha çox zikr edin. Bəndə ilə Allahın arasındakı rabitənin daha nurani olması gecəsidir bu gecə. Bəndə ilə Allahın arasındakı münasibətlərin daha sıx əlaqədə olmağı gecədir. Yəni, bu gecə o olmasın ki, məsəl üçün, ancaq biz nəsə istəyək. Təbii ki, istəmək yaxşı bir şeydir. İstəmək gözəl bir şeydir. Yerindədir, lazımdır da. İstər maddi ola bilər, istər mənəvi ola bilər. Amma biz eyni zamanda əsas istəyimiz bu olsun ki, biz bəndə ola bilək. Allahdan ilk istəyimiz budur ki, biz bəndə ola bilək. Çünki bəndə olsa bizim üçün o ibadətlər ləzzətli olar. İnsan öz ibadətindən həzz almasa mütləq günah eləyəcək.
İstənilən insan hər sahədə bu cürdür. İnsan öz işindən zövq almasa, o işi ürəklə işləməyəcək. Hətta ona milyonlarla ayda pul da versə də mümkün deyil. Adam var, görürsünüz, məsələn, ayda xeyli məbləğ təklif, məsələn, ayına 2000 manat məbləğ təklif edirlər, adam işləmir. Deyim, özümü orada görə bilmirəm, sıxılıram. Halbuki bu pul da buna ehtiyacıdır. Bir müddət, 2 müddət sonra işləyə bilmir. Amma adam da var, nisbətən aşağı maaşda bir yerdə işləyir, amma eşqlə işləyir, şövqlə işləyir, həvəslə, xüsusi məhəbbətlə işləyir. Bu adam ona xüsusi ləzzət eləyir. Ona xüsusi bir gözəllik qatır. Niyə? Çünki adam o işini həvəslə, sevə-sevə görür. Yəni, həzz alır o işindən. İnsan da Allaha ibadətdə həzz ala bilsə, insan günah eləməz. İnsan məhkuru işlər görməz. Yəni, insan pis şeylərə meyillənməz. Bunun üçün gərək biz ilahi rəngə boyanaq. İlahi rəngə boyana bilək ki, ilahi rəng nədir? Yəni, Allah istədiyi rəngə boyanaq. Ətrafımızda Allah dostları olsun. Allahın sevdiyi dostlar olsun. Və bu gecə bizə fürsət verir ki, biz həyatımızı dəyişə bilək. Fürsət verir. Zarafat bir söz deyil. Allah Quranda buyurur ki, Peyğəmbərə Bismillahirrahmanirrahim İnnə ənzəlləhu fi leylətil qədr. Güzel qədr gecəsidir. Və mə ədrakə mə leylətul qədr. Sən nə bilirsən deyir, nədir qədr gecəsi? Bəzi gecələr var, bəzi əməllər var ki, yalnız Allah bilir onun əvəzi nə qədərdir, əcr nə qədərdir. Allah deyir, özüm bilərəm, mən nə qədər mükafat verirəm. Məndən başqa heç kim bilə bilməz. Həm mələklər nəyisə savabını yaza bilərlər, nəyisə izah eləyə bilərlər, amma bunun əcrini bilə bilməz. Çünki bu Allaha məxsus olan bir şeydir. Allah deyir, özüm verəcəm deyir. Bu ay 1000 gecədən üstündür. Baxın, təxminən 83 il fərq eləyir. 3 əhya oyaq qalırsansa, hər gecə oyaq qalmağa 83 ilin sənə savabı verilir. Ki, məhşər gecəsi, məhşər günü sən gələcəksən, qiyamət günü. Ki, deyəcəklər, bu adamın axı bu qədər yaşı yox idi, bu qədər illərin əməlləri buna hardan yazılıbdır. Bir dəstə insan gəldi Peyğəmbər Salavatullahın yanına. Dedi, ya Peyğəmbər, biz eşitmişik, oxumuşuq ki, bizdən əvvəlki ümmətdə neçə yüz il ömür sürüblər. Məsələn, Nuh Peyğəmbər 950 il ömür sürüb, İbrahim Peyğəmbər 100-dən çox yaşayıbdır, digər Peyğəmbərlər 200-300 il ömür sürüblər. Niyə bizim ümmətin yaşı 60, 70? Məsələn, indiki dövrdə kim 80-ə qalsa, deyirlər ki, çox şükür, filan kəs 80-ə qaldı. Filan kəsin 80 yaşı var, maşallah. Bizə təəccüblü gəlir, məsələn, kimi 90 yaşayanda deyilir, maşallah, maşallah, 90 il ömür sürübük. Çox nadir halda biz rast gəldik, kimsə 100-ə çatsın və ya 95 olsun, 90. Normalda bizim ümmət üçün yaş həddi 65-70, ən yaxşı halda 75-82 olur. Ən yaxşı halda 75-82 olur. Təbii ki, Peyğəmbər özündən bir söz deməzdi. Nəcm surəsində buyurur ki, bu kişiyən, bu insan, Peyğəmbər özündən bir söz deməz. Hər nə söz deyirsə, Allahın sözünü deyir. Hər nə söz deyirsə, Allahın sözünü deyir. Yəni, Peyğəmbər də Allah dedi ki, bu gecəki oyaq qoyan olaraq Qədr gecəsi vermişəm, Qədr surəsini vermişəm. Bismillahirrahmanirrahim. İnnə ənzəlləhu fi leylətul qədr və mə ədrakə mə leylətul qədr. Sən nə bilirsən nədir Qədr gecəsi? Leylətul qədr xayrun min əlfi şəhr. 1000 aydan daha üstün. Sən təsəvvür et, bir gecə oyaq qalırsan, 83 ilin ibadəti, orucu, duası sənin əməl dəftərinə yazılır. Sən bəlkə də adi vaxtı 83 il ömür sürsəydin, bihudə həyat sürəcəydin. Ya bəlkə də qeybət içində olacaqdın, yalan içində olacaqdın, məsəl üçün. Ya günah içində. Heç kim qaranti verə bilməz ki, mənə Allah 83 il ömür versə, mən günah eləməyəcəm. İnsan faili muxtardır, düz. İnsan məsum deyil ki. Bizə görə məsum 14 nəfərdir. Bir də Peyğəmbərlərimiz də məsumdur. Biz məsum deyilik, biz hər dəqiqə günah da eləyə bilərik, yaxşı iş də görə bilərik. Amma bu gecə fürsət verir ki, oyaq qalsan, o yuxundan keçsən, yuxuva haram qatsan, öz haqqından keç. Əlbəttə bu gecə oyaq qalmaq vacib deyil, ha.
Vacib deyil. Kimsə deyə bilər ki, oyaq qalmaq var. Xeyr, vacib deyil. Amma müstəhəbdir. Necə müstəhəbdir? Sən öz haqqından keçirsən, oyaq qalmaq haqqından ki, Allah sənə bu yatmağa ki, icazə verib ki, dincəlməyə, istirahat icazə veribdir. Sən bu yuxuva haram qatırsan, o şirin yuxuvu, o səhərin o soyuqluğunu, şirin yuxuvu Allaha həsr eləyirsən. Görsən, bir nəfər məsəl üçün nəyinizə vaz keç, sənin üçün fədakarlıq eləyir, deyir, mənim üçün filan işi görür, ona xoş gəlir. Bəndən bu əməli də Allah üçün xoş gəlir. Ki, Allah deyir, bəndən mənə görə oyaq qaldı. Bəzi rəvayətlərdə var ki, asimanın mələkləri Allaha yalvarır. Deyirlər, necə? Deyir, Allaha yalvarırlar ki, Allah icazə ver, biz də aşağı inək. Yer və göy bir-birinə yaxınlaşıraq bu gecələrdə. Niyə yaxınlaşmaq istəyir mələklər? Deyir, bu gecənin təravətindən, möminlərin bu gecə oyaq qalmağından çox qəribə bir xoş qoxu uzalır asimana. Göylərə, asimana, göylər aləminə çox xoş bir təravətdə ətir qalxır. Deyir, Allah icazə ver, biz də gedək orada iştirak edək. Əlbəttə, Allah hamıya icazə verməz, ha? Bu gecəyə Allah hamıya icazə verməz. Amma məxsusi mələklər var ki, onlar düşərlər, o bəndələr ki, harada oturmuşdular, stolda, məsciddə, Hüseyniyyədə, evlərdə, harada ki, oturmuşdular, deyik, qənətlərini təbərrük edirlər. Qənətlərin həmin o möminlərin, o kişi və qadınların oturduğu yerə sürtərlər, təbərrük edirlər. Bu qədər şərafətli gecədir. Özə bu gecədə heç kim düşünməsin, görsən Allah məni bağışlar, yoxsa yox. Heç kimdə bu düşüncə olmasın ki, Allah mənə rəhm eləyər, yoxsa yox. Hamımızın ağlında bu olsun ki, Allah mütləq məni bağışlayacaq. Çünki bu gecədən şərafətli gecə yoxdur. Təşrük gecələri var ki, çox şərafətli gecələrdir. Çünki o gecədə biz istifadə eləməz, Allah bizi bağışlamasa, o bir nəfər deyirdi, Allah sən mənim bu gecə bağışlamasan, mən sən kimi Allah tanımıram. Dedilər, niyə? Yola, mən də bu gecə bütün varidatımla gəlmişəm, bütün etiraflarımla gəlmişəm. Ki, mən filan qələtlər eləmişəm, filan günahlar eləmişəm, filan səhvlər eləmişəm. Niyə tövbə eləmək istəyirəm, istiğfar eləmək istəyirəm. Əlini açır, Allaha dua edir, göz yaşları ilə. Xalis niyyətdən bu gecə tövbə olursa, Allah qəbul eləyər. Xalis niyyətdən insan gəlib bu gecə tövbə eləyər. Qəlb evini insan təmizləyər. Allahın gecəsidir. Evimizə qonaq gələndə ən azı bir gün qabaqdan hazırlıq görürük. Qız köçürəndə Allah hamıya qismət eləsin, bütün valideynlərə oğul toyu, qız toyu görməyə qismət eləsin. İnşallah elimizdə, obamızda şadlıq olsun, büsat olsun. Müharibələr olmasın indən sonra. Allah müsəlmanlara rəhm eləsin. Bir qızımızın toyu olanda bir ay qabaq, 2 ay qabaq, hətta 1 il qabaqdan cehizlik yığırlar. Düz, hazırlıq görmək üçün. Oğul evləndirəndə, gəlin gətirəndə, qız köçürdəndə hazırlıq görürlər ki, bir dənə əmma olmasın, bir dənə nizam-intizam pozulmasın, hər şey qaydasında olsun. Görürsünüz, biri qızının köçürə, oğul evləndəndə bütün toy boyu ayaqüstü olur. Bütün toy boyu görürsünüz, ayaqüstü olur. Heç nə yediyini də bilmir, nə içdiyini də bilmir. Niyə? Hansısa qonaq bir dənə narazı gedər. Allah bu gecə dəqiqliklə qoyub hər şeyi, bu gecə. Ki, bir dənə bəhanə axtarır, biz bu gecə bağışlanıq. Mümkün deyil bəhanə. Ən pis günahkar eləyən adam belə. Deyir, bir nəfər Arif var, demişəm bir dəfə bunu sizə. Böyük alimlərdən biri var idi. Adını təxminən bilirəm, bir dənə səhv deyərəm, yalan olar. İstəmərəm bir günah qazanam, səhv eləyəm. Böyük alimlərdən biri olur. Deyirlər ki, filan kəs səni çağıraq, səninlə görüşmək. Xəstədir, danışa bilmir. Amma səni çağırır. Ki, getdi. Deyir, ağa, getməyə məsləhət deyil. Deyir, niyə? Deyir, çox ləyaqətsiz insandır. Söyüşkən adamdır. Həmişə bu adam imamlara söyürmüş, nəzubillah. Həmişə bu adam peyğəmbərə söyürmüş. Həmişə bu adam harada dindar var söyürmüş. Səhv eləmirəmsə, Ayətullah İsfahanın Noxudəki olur, səhv eləmirəmsə. Bir dənə yanlış deyərəm, mən bağışlayın inşallah. Ayətullah İsfahanın Noxudəki böyük alif olur, zamanəsinin böyük alimlərindən biri olur. Deyir, o getdik, gəlin gör, nə deyir o adam? Deyir, ağa, getmə, sən bir dənə abırı aparar. Məsələn, bizdə adətən bu cürdə mömin çalışar, ədəbsiz yerə getməz.
Mömin çalışar, günah olan bir mühitə düşməz. Danışığına diqqət eləməyən bir insanla mömin münasibət qurmaz. Deyir o gəlin, hamı təəccüb edir ki, ağa getdi. Deyir gəlin gedəyin deyir. Deyir gəlin gedəyin. Gedirlər, yaxınlaşırlar. Görkəmli şəxs uzanıb xəstə halındadır. Deyir nəsə dodağında bıçıqlayır, söz deyir. Deyir biraz qulağını yaxınlaşdır, əmin o xəstə insanın dodaqlarına. Deyir ki, sən kimi bəndən bağışlamağa nə var ki? Allah'a o zaman Allah deyirəm ki, mənim kimi axmağı bağışlasın. Mənim kimi günahkarı bağışlasın. Deyir, həmin adam zamanəsinin ariflərinə olur, deyir. Mömin şəxs olur. Ləyaqətli bir insana çevrilir. Bəzən bu cür, bəzən bir dənə qığılcım bizə bəs edir. Bəzən lazım deyil tufan eləyəsən. Əhl-i əleyhimin salamı sən sözün dinən çəkil kənara. Başa düşən insan üçün, ağıl sahibləri üçün bir dənə işarə yetər. Bizim dərk etməyimiz üçün, düşünməyimiz üçün, təfəkkür eləməyimiz üçün bəzən bir işarə yetər. Allah bu qədər bəhanə axtar ki, bizi bu gecə bağışlasın. Ona görə bu gecə çalışmalıyıq. İlk işimiz bu. 3 maniyəni bu gecə aradan qaldırmalıyıq. Baxın, bir deyim inşallah sayaq Allahın izni ilə. 3 dənə maniyəni Allah bizdən özümüzdən uzaqlaşdırmalıyıq. 3 maniyəni. Birinci budur ki, içimizdə kin və küdurəti uzaqlaşdırmalıyıq. Yəni, o içimizdəki kini kənarlaşdırmalıyıq. Qəlbində bir qardaşı var, bacı var, bir yaxını var, bir əziz var, bir mömin qardaşı var, kin olmalıdır. Mümkün nə zamansa aramızda bir soyuqluq olub, bir incilik, küskülük olubdur. Sən kin saxlama, düşmənçilik eləmə. Ola bilər ki, övladlarımız arasında hansısa bir, məsəl üçün, bir küskünlük, incilik olubdur. Yəni, sən o övladlara görə biri-birdən düşmən. Bəzən baxsan, 2 qardaşdır, övladları, ailə qruplar, amma düşməndirlər bir-birinə. Və ya qonşular xırda bir, cüzi bir hadisənin üstündə bir-birinə illərlə küstü qalırlar. Çəpər-çəpərə qonşulardılar. Bəzən illərlə danışmırlar. Hətta böyük bir ağır düşmənçilə bəzən bu çevrilir. Bəzən xoşa gəlməz, ölümlə bir nəticələnə bilir. Ona görə bu gecə biz ilk növbədə kini təmizləməliyik. Yəni, içimizdə çox kini kənarlaşdırmalıyıq. Nə deyir? İmamımız buyurur ki, bu gecə deyir, küsürləri barışdırın ki, Allah da sizi özü ilə barışdırsın. Kimin imkanı var, bu gecə küsürləri barışdırsın. Kimin belə bir fürsəti varsa, küsürləri bağışdırsın. Vasitə olsun. Bir süd yaratsın, əmin-amanlıq yaratsın, incəlik olmasın, qardaşlıq olsun, rəfiqəlik olsun. Yəni, birinci işimiz bu gecə budur. Bu gecə tövbə eləyəndə ilk işim bu olsun ki, ilahi, mənim qəlbimdən kin və küdurəti uzaqlaşdır. Ki, içində bir kin qalmasın. Mən sabahki günə kinli get. O bizdə arasında deyərləri qurtdu deyərlər, qurtdu. O qurtdu deyərlər, içi qurtdu insan deyərlər. Məni onlardan eləmə, içində kin qalmasın. Kimsə bəlkə nə vaxtsa mənə bir pislik eləyib, bəlkə mən birdən içində kin qalar, o deyir, kin dəvəyə yaraşar, deyir. O üzr istəyirəm ki, dəvə səndən kinli qalsa, neçə illərdə üstündən keçsə, ağız suyun sən atır. Bunda belə bir kir var. O kinimizi uzaqlaşdırmalıyıq, mütləq şəkildə uzaqlaşdırmalıyıq. İkinci proses budur ki, günahlarımızı etiraf edək bu gecə. Günahlarımızı etiraf edək. Ki, Allah, mən günah eləmişəm, mən günahkaram. Ya valideynimə qarşı ağzımı əymişəm, ağız büzmüşəm. Ya həyat yoldaşımı əl qaldırmışam. Ya ərimə məsələn itayətsizlik eləmişəm. Ərimin qürurunu sındırmışam. Qohum əqrəba içində alçatmışam. Onun qeybətini eləmişəm. Ya dostuma xəyanət eləmişəm. Ya övladıma zülm eləmişəm. Ya nə bilim, incitmişəm, qonşumu incitmişəm. Ya yalan danışmışam, ya əziyyət vermişəm. Məsəl üçün. Hər sahədə insan günah eləyə bilər. Ya məsəl üçün, nəfsimə yiyə dura bilməmişəm, günah eləmişəm, zinə eləmişəm, yalan danışmışam, qeybət eləmişəm, oğurluq eləmişəm. Məsələn, qarın quluyam, qarnıma yiyə dura bilmirəm. Qarın qulluq eləmişəm, insanlara əziyyət vermişəm. Olur belə bəzən, hansı həkim bir dərman yazar, xəstə əməl eləməz, ailə üzvlərini salar əziyyətə. Həkimdir, məsəl üçün, dərman yazır, övladları düşür əziyyətə ki, övladlarına görə günah qazana bilər insan.
Bəli, valideynin övladın boyunda haqqı olduğu kimi övladın da valideynin boyunda haqqı var. Düzgün təlim tərbiyə eləməmişim, Allah məni bağışla. Düzgün istiqamətli övladlarım gönlən məni bağışla. Və ya mənə görə atama, anama söz gəlibdi, məni bağışla. Və ya bacımı incitmişəm, qardaşımı incitmişəm, məni bağışla. Ustadın haqqına girmişəm, müəllimin haqqına girmişəm. Əhl-i Beytin vilayəti yolunda düzgün xidmət eləməmişəm. Əməllərimlə ailəmə söz gətirmişəm. Qonaqlıqda, bir tədbirdə, bir yerdə üzr istəyirəm, yersiz zarafat eləmişəm. Stol başında qarınqulluq eləmişəm, ailəmin hörmətinə səbəb olubdur. Yəni, hər cür insan günahını etiraf eləməlidir bu gecə. Bu gecə etiraf eləməlidir. Məsələn, birindən borc almışam, borcunu qaytarmamışam, yadından çıxıb borcunu qaytarmamışam. Biri mənə yaxşılıq eləyib də həmişə, indi bir dəfə bir insan da fikir olub, mənə bir şey olub, həmin o yaxşılığı unuduram. Çünki adətən bizdə bu cürdür da, 100 dəfə yaxşılıq elə, bir dənə pislik elə, yaddan çıxacaqmısın. Çünki insan unutqan varlıqdır. İnsan unutqan varlıqdır. Həmişə yaxşılıq eləmirsən, indi bir dəfə imkan olub, eləyə bilməmişsən, oldun pis insan. Deyir, var vermir. Sən nə bilirsən var vermirsən? Nə bilirsən var vermirsən? Axı, sən bilmirsən axı. Axı, sən bilmirsən. Şəhid analarını ziyarət etmək lazımdır. Əskər analarını ziyarət etmək lazımdır. Övladın cavan itirən insanların, övladı qürbətdə olanların, övladı hərbi xidmətdə olan valideynləri ziyarət etmək lazımdır. Sənin boyunda haqdır. Çünki o ana səni görür, amma öz balasını görə bilmir. Sən bir müsəlman kimi, inansız kimi sənin boyunda haqdır ki, həmin ananın əllərindən öp, onun yanında da ona bir mənəvi dəstək ol. Denən, bir narahat olma, xala narahat olma, əmi narahat olma. Mən budayam, oğlun hərbi xidmətədir, nə lazım məni göndər, məni buyur gedim. Ola bilər gözümüzdən qaçıb belə məqamlar. Heç vaxt günahı xırda saymayaq. Bizim ən böyük bədbəxtçiliyimiz bu olar, ha? Heç vaxt günahı xırda saymayaq. Bu xırda bir şey yox. Ən cüzi bir şey belə sorğu-sual olunacaqdır. Xörək bişirəndə, xörək hazırlayanda elə hazırla ki, qoxusu qonşuya getməsin. Mümkündür, qonşu bu gecə ancaq su qaynadı bitsin, ancaq soğan çörək yiyir. Mən istərəm, durumu da mən elmi danışa bilərəm, Allah şahiddir. Durum elmi danışım, ayə belə getdi. Amma istəyirəm, gəlin bugün səmimi danışaq. O deyir, loru danışaq. Mənşət üslubunda. Birimizin hayına qalaq, birimizin harayına gələk olaq. Dəstək olaq bir-birimizə. Birimizin ehtiyacını ödəməyə kömək eləyək. Yardımlaşaq bir-birimizdən. Məsələn, nə gözəl haldır. 200 dünənlərin məsələsini, bax, elə sizlərin dəstəyi ilə yataqxanaların birində haradasa bir 300 dənə ailəyə pulsuz çörək paylanıldı. Budur, yardımlaşma budur, qardaşlaşma budur, bacılıq, rəfiqəlik budur. Ki, əzizlərimiz də orada hesab kartı qoyurlar. Kimin də imkanı bu gecə, bu ay ən çox bəyənilən əməllərdən sədəqə vermək. Dama-dama göl olar böyüklərimiz deyib həmişə. Nə əkərsən, onu da biçərsən. Quranda ayı var, insan etdiyi yaxşılıqlar mütləq qarşısın, əvəzini görəcək. Mütləq o qədər çətinliyimiz olub ki, bu qapıdan gözləmirsən, Allah bu qapıdan veribdir. Heç ağılıma gəlməyində Allah qapı açıb. Demirsən, Allah, mən oturaram, duraram, ağılıma gəlməz. Ki, Allah mən o qapıdan açdı. Biz bəzən bu cürük nəyəsə ümid edirik, o ümid etdiklərimiz bizi ümidsizləşdirir. Birini sayırsan, hörmət edirsən, dəvət edirsən, dəvət etdiyin gəlmir, dəvət etmədiyin gəlib gəl sənə sayır. Bəzən də bu cür olur. Ona görə biz daim biri-birimizdən yardımlaşmalı. Məsciddə cemaat namazı qılırsa, o deməkdir, ancaq Allah əkbər getdin rükuya. Cemaat namazının mənası budur ki, insanlar bir-birinin halına yansınlar. Mən məscidə gedirəm, baxmalıyam, bu məsciddə qışın bu gündə, bu soyuq havalarda bu cırıq ayaqqabını kim giyinibdir? Məscidə getməyin mənası budur. Elə namaz, evdə də mən namazımı qılıram. Düzdür, biz məscidə nə gedirik? Məscidə getməyin mənası budur ki, mənim ora gələn insanların halına xəbərim olsun. Qardaş, elə namaz elə evdə də namazdır. Allah nə deyir ki, Əleyhisselam nə deyir ki, mən məscidə getməyi cənnətə getməkdən üstünü sayır. Dedilər, ya Əli, niyə? Dedi, cənnəti mən istəyirəm. Məscidə getməyi Allah istəyir. Məsələ bu deyil ki, bu gecə biz yığışmışıqsa,
Qədir gecəsi yığışmırsa, kimisə bir dərdinə, halına kömək eləməliyik, harayına getməliyik, bir-birimizə həmdəm olmalıyıq, dəstək olmalıyıq. Məsələ elə bu cür deyil ki, elə mən namaz qıldım, Allahu Əkbər, bir kə, ya Allah, yox. Quran qoydum başıma, yox. Mən başa düşməliyəm, bu gecə mənə nə verir, bu gecə mənə hansı həmrəyliyi verir, hansı vəhdədir. Əsgərlərimizi dua eləyək, ordumuzu dua eləyək, xalqımızı dua eləyək, dövlətimizi, ölkəmizi, bayrağımızı dua eləyək, İslamı dua eləyək ki, Allah bizlərə yar və yardımcı olsun və günahlarımızı mütləq etiraf eləyək Allah qatında. İkinci məsələ budur bu gecə, ki, günahlarımızı etiraf eləyək. Bizim bəlkə də dualarımıza o qədər də gümanımız yoxdur, amma o insanlara ki, yardım edir. Bax, bu bizim üçün böyük dəstəkdir. Böyük alimlər, böyük xeyriyyətçilərdən biri var idi. Bizim ustadlardan biri danışırdı ki, böyük xeyriyyətçi adam olub, həmişə Məhərrəm ayında, mübarək Ramazan ayında insanlara yardım edir. Və hər dəfə deyilmiş ki, heç kimdən bir dənə çöp də olsa almayın. Ki, məşhur hadisədir bu. Bir gecə yuxuda görür ki, filan kəs, sənin bu gecəki əməlləri və Abbas adlı bir kişi ortaqdır. Əlbəttə, çox misal çəkə bilərəm əslində. Amma bu daha məşhurdur da, belə deyək. Deyir, səhər gəldi məscid əhlinə ki, ay cəmaat, axı mən demişdim axı sizə, heç kimdən bir qəpik pulda almayın. Axtarırlar, soraq ki, heç kim pul verməyibdir. Məlum olur ki, sən demə, ehsan verilən anda, qəfildən o, nə deyir ona, spiskada kibrit deyir, yanmayıbdır. Abbas adlı bir dənə kişi olubdur, o kibritin yandırıbdır. Bax, o kibritdən o ehsan ocağı ki var, o ocağı yanması səbəb olub ki, bu da onun savabına şərikdir. Yəni, bir zərrə qədər iş də görmək, yəni insanlara fayda vermək. Mühüm olan budur. Allah da bu gecə bizə fayda vermək istəyir. Allaha nəyinə lazımdır, sən oyaq qaldın, yıxılı yatdın. Özün bilir. İstəyən yat, istəyən oyaq qal. Burası da deyim, hər oyaq qalmaq da ibadət deyil, Biri geçsin, çaysa damini oynasın, biri kafedə qəlyan çəksin, biri nə bilim, hoppanıb düşsün. Yox, bu oyaq qalmaq deyil. Oyaq qalmağın mənası budur ki, Allah, biz ikimiz qalmışıq, sənlə təkbətək qalmışam, mən dua halındayıq biz. Mən bu gecə bağışlanmağa gəlmişəm. Ki, mənə fürsət ver, bundan sonraki ömrüm bərəkətli olsun. Mənə imkan yarat ki, biz bundan sonra sənə layiqli bənd ola bilək. Mühüm olan məsələ budur. Dedik, birinci budur ki, insan içindən, daxildən kini kənarlaşdırmalıdır. İkinci, günahını etiraf eləməlidir. Və üçüncü, haqqun nas. Allah bütün günahları bağışlayır, bir dənəsindən başqa. Kəbəyə də getsin o cürdür. Kərbəlayı da getsin o cürdür. Məşədə də getsin o cürdür. Cəmkana da getsin o cürdür. Mir Mövsüm ağa da getsən, Həkimə xanıma da getsən. Hər nə günah eləsən, tövbə etsən, Allah qəbul eləyər bir dənəsindən başqa. O da haqqın nas. Boynumuzda kimisə haqqı varsa. Vay o gündən ki, boynunda haqqı olan şəxs sənə halal eləməyər. Bu məsələdə bizim boynumuzda ən çox haqqı olan şəxslər valideynlərdir. Mümkündür, hansısa bir dövrdə, hansısa bir zamanda atava ağız əymişsən. Anava üzvü turşutmuşsan. Ki sən dayan da, çığırmışsan. Bax, hətta təəssüflər olsun ki, bəzən əl qaldıranları biz eşitdik. Təəssüf olsun, bəzən də valideyni qətlə yetirənləri eşidirik. Çox təəssüf. Ağır məqam. Quran deyir ki, uf belə demə, İsra surəsində. Uf belə demə. Kimin atası, anası sağdasa, elə bu gecə halallıq alsın. Getsin, əlini, ayağını yusun. Valideyn, nə bilim, başını oxalasın, əlini, qolunu oxalasın. Onun üçün bir xörək hazırlasın, bir hədiyyə alsın. Bu gecə insan bir öz evindən başlasın. Yanındakı xanımından başla, övladından başla, atandan başla, ərindən başla, oğlu qızından, gəlindən ki, öz ailə üzvlərindən başla, halallıq al. Kim bax qulaq asır, 160 nəfər ki, qulaq asır, yəqin ki, bu 165 nəfərin də böyündə kimsə var da. Qardaşı var, anası var. Hər halda yaxınları, əzizləri var. Vallah fürsətdir, ha. Bu gecə qazana biləcəyimiz ən böyük savablardan biri budur, halallaşmaq. Telefonu götür telefonu, bir dənə mesaj yap, bir dənə səs yat. Bir dostu var, qonşu var, bir yaxınları var.
doğmaları var. Nə mənə halal elə. Ola bilər qəlbimə dəymişəm, ola bilər səni incitmişəm, ay qardaş, ay bacı, ay qardaş. İnsanıq da bilmərik, birdən fikir oluruq. Bir yasda, bir toyda, bir küsədə. Ola bilər qəlbi incidən bir söz demişəm. Bu gecə halallıq alın, mütləq halallıq alın. Çalışın ki, bu işi mütləq icra eləyəsiniz. Çox mühümdür, çox mühümdür. Deməli, bu gecə əsas görəcəyimiz iş 3 əsas predmetdir. 3 əsas istiqamətdədir. 1. İçimizi təmizləməliyik. 2. Küdür qəzəbi təmizləməliyik. 2. Küdürə təmizləməliyik. Buna deyərlər nəfs-i təskiyyə. 2. Günahlarımıza etiraf eləməliyik. Ki, Allah, mən günah eləmişəm, məni bağışla. Mən günahkaram. Amma Allah, sənin rəhmətin mənim günahımdan çoxdur. Yarışa qoyaq. Get tərəziyə qoyaq. Görən mənim günahlarım çoxdur, yoxsa Allah sənin rəhmətin çoxdur. Əlbəttə, sənin rəhmətin ağır gələcəkdir. Biz sənin rəhmətinə arxain olub ərkönlük eləmişik, günah eləmişik, bizi bağışla. Bilməmişik, gənc olmuşuq, yetkin olmuşuq, əyləncə meyillənmişik, musiqiyə meyillənmişik, cavan olmuşuq, tələbəlik vaxtı və başqa digər vaxtlarda bilməmişik. Şıltaqlıq eləmişik, hoppanıb düşmüşük, nə bilim, demişək ki, cavanlıqda bizdə olar. Biraz da valideynlər bizi ərkəsöyün böyüdüb, bir oğlumdur, bir qızım dəymə, nəm kişiyə olar, qıza olar falan. Və bu kimi işlərdə biz günahlar eləmişik. İndi başa düşürük ki, bunlar olmalı deyil. Adətən fikir vermişsiniz, insan yaşda olduqca keçmişdəki səhvləri daha yaxşı anlayır. Gərək mən övladım belə böyütməzdim. Bilsəydim bu oğul, bu mənim günahımdır, Allah. Mən oğlum belə böyütdüm, indi oğlum ipə sapa yatmır, qızım ipə sapa yatmır. Mən bu şəraiti yaratdım bir valideyn olaraq. Və ya daha yaxşı bir şərait qura bilərdim. Gəncliyimi yaxşı istifadə eləmədim, ona görə bu günlərim maddi və mənəvi çətinliyim var. Biraz dərinə getsək, biraz fikirləşsək, görərək ki, əslində biz nələrsə səhv eləmişik, nələrsə yanlış eləmişik. Və məhz bu gecə bizə fürsət verir ki, biz günahlarımızı bağışlada bilərik. Biz bağışlatdıra bilərik. Təkcə burada övladlar düşünməsin, valideynlər də düşünsün. Mümkündür, valideyn bir dənə düzgün tərbiyə verilib ki, və bu gün onun acısını çəkir. Bu gün onun ağrısını çəkir. Və bəzi övladları var, valideynə qarşı soyuqdular. Və səbəbkarı valideyndir. Elə bu cür deyil ki, valideyndir, valideynin haqqı var. Xeyr, əstağfurullah, əzizim. Övladın da valideynin boyunda haqqı var. Birinci haqqı budur, düzgün təlim tərbiyə. Geyindirmək, içizdirmək, yedizdirmək. Bu gecə etiraf eləmək lazımdır ki, Allah, mən bu günahlar eləmişəm bir zamanlar. Cavan olub bu qələtlər eləmişəm. Yenə də tərəziyə qoyacaq. Ki, sual ver, etiraf elə, göz yaşdan, Allah, mənim günahım çoxdur, yoxsa sənin rəhmətin böyükdür. Mən tərəziyə baxıram, sənin rəhmətin məndən böyük, günahımdan böyükdür. Nədir məni bağışlamaq? Sənin üçün ağırdır, ilahi? Ağırdır, yox. Allah sənin üçün çox çətindir məni bağışlamaq? Yox. Sənin üçün çox çətindir mənim problemimi həll eləmək? Yox. Ona görə bir nəfər var, deyirdi ki, Allah, sən mənə bu gecə bağışlamırsan, mən sən kimi Allah tanımıram. Çünki hər yerinə əlim üzülübdür. Bir günahkar deyir, hər yerdən əlim üzülübdür. İndi başa düşürəm ki, Allah səndən başqa yalandır. Səndən başqa yalandır. O nə qədər demiş ki, Allahdan başqa yalandır. Nə qədər bu söz işlətmişik. Ən mərhəmətli Allahdır. İnsanı ən doğmaları belə yarı yolda qoyar. Biz bunu demişik, hər Ramazanda bunu təkrar deyirik. Ən doğmaların səni sevirəm deyənlər səni qəbrə qoyacaqlar. Sən olmasan mən ölərəm. O adamlar səni qəbrə qoyacaqlar. Sən nəfəs alırsan, mən də yaşayıram. Onlar səni qəbrə qoyacaqlar. Yadda saxla. Sənsiz boğazımdan keçmir abala. Ay ana, ay ata, ay oğul, ay qardaş. Onlar səni qəbrə qoyacaq.
Allah deyəcək, nida edəcək qəbirdə. Deyək, gördün bəndə dünyanın işini. Gördün, hamı səni qoyub gedib. Özü Allah torpağa əmr edib ki, insanı unuttursun. Siz fikir vermişsiniz, öləndə, ağlayanda 3-ündə başqa cür ağlayırsan, 7-sində başqa cür ağlayırsan, 40-ında başqa cür ağlayarsan. Üstündən illər keçər, bir stəkan çayla yad eləyərsən. Bugün atamın 15-ci ildə bir stəkan çay ya Allah, bir dənə molla 5 manat pul ya Allah. Allah rəhmət eləsin. Amma halbuki o kişi öləndə 2 dənə mağar qurmuşdunuz. 3 dənə mağar qurmuşdun. Nə oldu indi həmin o cəmaat? Allah deyir, dünyanın işi budur. Dünyanın işi budur ki, səni mənə unuttursun. Yəni, məni unudasan sən. Ölmək məsələ deyil ki. Mühüm olan necə ölməkdir. İşin burası da var. Ki, bu gecə dualarımızın başında bir də bu olsun. Allah mənə şərafətli ölüm qismət elə. O bizdə deyirlər, urvatlı ölüm, abırlı ölüm. Bircə ölmə olmasın ki, öləndə də ki, abırım geçsin ölüm. Günah üstündə öləm. Oğurluq üstündə öləm. Yalan üstündə öləm. Zina üstündə öləm. Kimisə qeybətini eləyəndə ölüm. Kimisə atanda, kimisə nə bilim bir təxribat töründə öləm. Yox, məsələ insan öləndə də şərafətli ölməlidir. Ölüm sonun başlanğıcıdır. Biz yatmışıq öləndə ailəcəyik. Və üçüncü idi ki, haqqımız ki, bayaq izahını verdik. Çalışın boynunda kimisə haqqı qalmasın. İmkan da, gök telefonu, hansı dövrdür, hansı zamanda yaşayırıq. Maşallah, dünyanın bu başına SMS göndərsin. Bir zaman vardı, ulağın belində, atın, dəvənin belində cəmaat illərlə, ailələ cavab gözləyirdi. İndi bir dənə məsəl, düyməyə bassan, maşallah, getdi. Yəni, biz zəhd edir, ilə bağışdır. Bu gecə ola bilər fikir ayətə ayana, ay qardaşlar, haqqınızı ala eləyin. Sən bilirsən, ha, o qədər də məsəl üçün izzətli adam deyil. Olsun, sən də mənim bir də haqqım ola mənə bağışlayın. Çünki bir nəfər sənə bir zərrə qədər, Quranda ayə var, üzr yadımdan çıxdı, fikir oldum biraz, zərrə yerə, miskal, bir miskal qədər də sənə o iynən də ucu boyda, barmağın o noxud ucu boyda, ondan da aşağı bir yaxşılıq eləyibsə, böyük şeydir. Bir nəfər sənin salamına cavab verən, o da böyük boyunda haqdır. Bir nəfər səni sayıb, sənə SMS-və cavab veribsə, o da haqdır sənin boynunda. O da haqdır, ha? Bir nəfər sənin danışıqla bəyən verirsə, ürək şahisi qoyursa, məsələn, indi ki, paylaşırsa bəyən, o da mənim boynumda haqdır. Ki, bu gecə bir-birimizdən deyək ki, haqqımızı halal eləyək bir-birimizə. Bu gecə bir-birimizə haqqımızı halal eləyək. Bu ikinci məsələ, insan qəlb evini təmizləməlidir. Dedik birinci, bu ay, bu gecə 1000 aydan daha üstündür ki, Peyğəmbərin yanına gəldilər ki, Allah biz nə qısa ömürlüyük, Allah aya göndərdi ki, onlara dinlər ki, bu gecə mən sizə qədər gecələri vermişəm, bir gecə oyaq qaldın, 83 ilin ibadətinə bərabərdir. İkinci budur ki, qəlb evini təmizləyəsən, nəfsi təskiyə deyərlər və gəlirsən üçüncü, həqiqi istiğfar. Həqiqi istiğfar. Nədir bu? Tövbə. Ya tövbə mahiyyəti. Bəzi tövbələr məclisin qapısından çölə çıxmır. Yoxsa 2 dənə dalaşıblar, 2 dənə sevgili dalaşırlar, gəlirlər tez tövbə eləyək, olan tövbələri məclisin qapısından qırağa çıxmır. Məsələn, tövbəni uduz tutmaq lazımdır. Bəzən elə bilir ki, biz əlimizi üzürsən bu Quran kitabına əlimizi bastıq. Yox, bu Quranda bir mahiyyətini başa düşmək lazımdır. Bu Quranın bir dəyər qiymətin, bir oyun oyuncaq deyil, dəqiqə başı. Sən Qurana and etsən Allah bağışlayar da. Yox, tövbə bu deyil ki, Allah dəqiqə başı Allahla oyun oyuncaq oynayır. Yox. Tövbə budur ki, yəni əstəğfirullah eləyə insan, istiğfar eləyə. Sadəcə dildə yox, yəni əstəğfirullah, Rəbbi və ətubu iləh yox. Bunun 6 şərti var. İstiğfar, inşallah xutbə qutarandan sonra əməllərə başlayacaq, sonra zikirlərimiz olacaq ki. O zikirləri deyəcək ki, istiğfar diləmək, yəni bağışlanma diləmək. O bağışlanma diləməkdə 6 şərt olan bir məqamdır.
Nə də olar deyirəm inşallah sizə Peyğəmbər və ali Peyğəmbər salavatdan yad edilir. Allahümme salli ala Allahümme salli ala Muhammed və ali Muhammed.